Şirvan şəhərində fəaliyyət göstərən mərkəzi xəstəxana və doğum evi son dövrlərdə göstərdikləri tibbi xidmətlə əhali arasında böyük rəğbət qazanıb. Şəhər sakinləri ilə yanaşı ətraf rayonlardan müraciət edən vətəndaşlar da bu tibb müəssisələrində yaradılan şəraitdən və xidmət səviyyəsindən razılıqlarını ifadə edirlər. Mən Cəfərov şəhərim, Ağsoğlu Səlyan rayonundan gəlmişəm. Mənim 3 qızımı şəxsən Sevdə xanım, doktor Sevdə xanım özü əməliyyat eləyib. Mən çox razıyam buradan. Pərviz doktordan çox razıyam. Haçan gəlmişik, Allah razı olsun onlardan. Çox yüksək səviyyədə qulluq edirlər. Allah razı olsun, Allah köməkləri olsun. Daha sağ olsun icra başçısı da burada çox dəstəklik eləyib, köməklik edir bura. Öz əllərindən gələni əks eləmirlər. Mən şəxsən Sevdə xanımla, Sevdə doktordan çox razıyam. Nətər lazımdır, qayğı göstərir xəstələrinə. Sakinlərin sözlərinə görə xəstəxanada çalışan həkimlər və digər tibb personalı öz peşəkarlıqları, diqqətli yanaşmaları və məsuliyyətləri ilə seçilirlər. Xəstələrə göstərilən qayğı, düzgün diaqnostika və müasir müalicə üsullarının tətbiqi insanların sağlamlığına olan inamını daha da artırır. Xüsusilə doğum evində ana və körpələrə göstərilən diqqət və yüksək xidmət səviyyəsi valideynlər tərəfindən yüksək qiymətləndirilir. Cəfərova yeganə oruç qızı. Xəstəmiz var idi, dünən axşam gətirmişik. Bugün gözəl olunub, kesir olunub. Çox razıyıq yuxarıdakı işçilərdən, baş həkimdən. Gözəl qayğı göstərirlər. Bizə bir dənə şey aldırmayıblar, yəni özlərindən tələbatını ödəyirlər, davasının, dərmanın, hər bir şeyin. Çox razıyıq, çox sağ olsunlar. Təşəkkür edirik. Axıranlar da bizi gözəl qarşılayırlar. Yəni bizlə gözəl münasibət keçirirlər, çox sağ olsunlar, hamısından razıyıq. Bütün 4 etapından razıyıq. Çox yaxşı həkimdir, yəni biz razıyıq hamısından da rahat. Mikailov Xədicə Həbullah qızı. Çox razıyam mən, həkimlər yaxşı, Sevdə doktordan mən çox razıyam. Allah kömək olsun. Heç nəyi mənə aldırmadı, dedi hər şeyi özümüzə. Mən ondan çox razıyam, çox sağ olsun. Bütün elə burada. Mən Saniyev Yadigar Rəhimoğlu, 2-ci qrup Qarabağ qazisi Şirvan şəhərində yaşayıram. Xəstəxana ilə bağlı. Biz doğum evində bütün qazilərə, şəhid ailələrinə, veteranlara burada yüksək qayğı göstərirlər. Müəyyən adamlar bu doğum haqqında nəsə deyirsə hamısı yanlışdır. Bizə burada yaxşı xidmət olunur. Pərviz doktora da minnətdarlığımızı bildiririk. Cənab başçımıza da minnətdarlığımızı bildiririk. Bizə burada başçımız cənab prezidentə də təşəkkür edirik ki, o prezidentin göstərişi ilə bütün müharibə iştirakçılarına, şəhid ailələrinə qayğı göstərilir burada. Biz Şirvan şəhər mərkəzi xəstəxanasından çox razıyıq. Allah razı olsun, həmişə balalarımızın, ailəmizin qayğısında dururlar, minnətdarıq. Qaldı ki, doğum evində həmişə qayğı görmüşük, təmənnasız sığorta şəraitində bizi nəzərə alıblar və bizə böyük hörmət göstərirlər burada. Təşəkkür edirəm Mərkəzi Xəstəxananın baş həkimi Pərviz doktora. Vətəndaşlar qeyd edirlər ki, tibb işçilərinin mehriban münasibəti və operativ xidməti onların müalicə prosesini daha rahat və etibarlı edir. Bu isə ümumilikdə səhiyyə sisteminə olan etimadın möhkəmlənməsinə töhfə verir. Media qrupumuz olaraq qeyd edirik ki, Azərbaycan səhiyyə sahəsində əldə olunan bu kimi uğurlar sevindiricidir. Xüsusilə öz işinə məsuliyyətlə yanaşan, insan sağlamlığına hər şeydən üstün tutan tibb işçilərinin fəaliyyəti təqdirə layiqdir. Belə müsbət xəbərləri ictimaiyyətə çatdırmaq bizim üçün qürur vericidir.